Zaqatalanın Ucqar Kəpənəkçi kəndində şəraitsiz məktəbdə oxuyan balaca bir qız böyük xəyallar qururdu. Onun arzusu təkcə öz gələcəyini qurmaq deyildi. O, müəllim və şagirdlərin dünya təhsilinə çıxışını təmin etmək istəyirdi. Bu arzularla yola çıxdı, çətinliklərə sinə gərdi. Xaricdə təhsil aldı, beynəlxalq layihələrdə çalışdı. Lakin bir çoxları kimi orada qalmağı yox, geri öz kəndinə dönməyi seçdi. Hətta Bakıda da deyil, doğma Zaqatalada işləmək istədi. 1922-ci ildən fəaliyyət göstərən Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecini seçdi. Əslində mən illər əvvəl bu kollecdə olmuşdum. Rəfiqəm burada təhsil alır. Onunla birlikdə gəlmişdik. İlk dəfə girişdə həyətin gözəlliyi, yaşıl ağaclar, quşlar, aurası xoşuma gəlmişdi. Baxmayaraq ki, binalar qədimi binalardır, amma aurası insana yaxşı təsir eləyir. İllər əvvəl mən burada olanda heç vaxt təsəvvür etməzdim ki, hazırki pozisiyada hər hansı bir vəzifəyə mən bu kollecə geri qayıdaram. Müsahibim xaricdə təhsil almasının məqsədindən danışdı. Onun üçün əsas hədəf bu bilikləri ölkəsinə qaytarmaq və faydalı olmaq idi. Təhsil sektorunda əsasən də fəaliyyət göstərəndə mən əslində gördüm ki, Azərbaycanın regionlarında təhsilə çatanlıqda problemlər var və nəzərə alsaq ki, özüm də regionda böyümüşəm və burada təhsil almışam. Ona görə məqsədim sırf xaricdə təhsil alıb oradakı ən yaxşı praktikaları Azərbaycan təhsilinə gətirmək idi və həmçinin təhsil aldığım təhsil tədqiqatları dərəcəsində də həmçinin mənim araşdırma mövzum, magistr araşdırma mövzum Azərbaycanın uzaq regionlarında təhsilə çatanlıq mövzusuydu və bununla bağlı maraqlı bir layihə hazırlamışdım və təkliflər vermişdim və məqsədim həmin o layihəni geri qayıdıb Azərbaycanda tətbiq eləmək idi və özümü şanslı, uğurlu hesab edirəm ki, həmin o təklif elədiyim layihə yalnız teoriyada qalmadı. Mən hal-hazırda onu tətbiq edirəm burada. Hər bir dəyişiklik planla başlayır, deyir gənc direktor. İlk işi təhsil müəssisəsinin güclü və zəif tərəflərini müəyyənləşdirmək olub. Bizim ümumiyyətlə ilk əsas planımız kollecimiz üçün bir vizyon yaratmaqdır, bir fəaliyyət planı hazırlamaqdır ki, bizim konkret və aydın məqsədlərimiz olsun və bu məqsədlərə doğru irəliləyək. Yəni, bilək ki, biz hara gedirik və bu vizyonun və fəaliyyət planının hazırlanması ümumiyyətlə sonda nəticələrin ölçülməsinə çox böyük dəstək göstərir. Həmçinin əsas məqsəd burada görülən işlərin rəqəmsallaşdırılmasıdır, hər şeyin elektron versiyaya keçirilməsidir, dərs cədvəlləridir və digər şeylərdir. Əsas məqsəd təhsil sistemində olan yenilikləri kollecimizdə tətbiq etməkdir. Kollecin tarixi ilə yanaşı, onun yetirmələrinin də bölgədə adı-sanı var. Hədəf bu ənənəni qorumaq və onu müasir dövrün tələbləri ilə uyğunlaşdırmaqdır. Kollecimizin binasının əsası 1922-ci ildə Əhməd Rəcəbli tərəfindən qoyulub və həmçinin fəxrlə də qeyd etmək istəyərdim ki, İmam Mustafayev kimi, Abdullah Muxtarov kimi Azərbaycanın elminə, təhsilinə töhfə verən alimlər məhz bu kollecin yetirmələri olublar, bu kollecdən məzun olublar. Həmçinin bizim müxtəlif tələbələrimiz də var ki, əvvəllər bu kollecdə təhsil alıblar, sonra təhsillərini xaricdə davam elətdiriblər, müxtəlif reputasiyalı qurumlarda çalışıblar. Bu çox sevindirici bir haldır. Kollecdə hazırda tələbələr 5 ixtisas üzrə təhsil alırlar. Amma Dürrə Hacıyeva regionun real ehtiyaclarına uyğun yeni ixtisasların açılması üçün artıq təkliflər paketi hazırlayıb və təqdim edib. Gənc direktorun planları təkcə yeni ixtisasların yaradılması ilə məhdudlaşmır. Müxtəlif dövlət qurumları ilə və şirkətlərlə əməkdaşlıq quraraq tələbələrimizə təhsil aldıqları ixtisaslar üzrə müxtəlif təlimlərin keçirilməsini istəyirik. Dürrə Hacıyeva müəllim və tələbələrlə mütəmadi görüşlər təşkil edir, onların təklif və fikirlərini dinləyir. Hazırda kollecdə imtahanlara hazırlıq mərhələsidir və diqqət şəffaflığın təmin olunmasına yönəlib. Bəzən böyük dəyişikliklərə başlamaq üçün sadəcə cəsarət yetər. Dürrə Hacıyeva bu cəsarəti göstərdi. Özü üçün yox, gələcək nəsillər üçün.